Bu günləri deməli sizə Fred Lever atakından necə qorunmaq lazımdır, onu göstərəcəm. Yəni Traxler kontratakasını göstərəcəm. Deməli burada tələ ağlara tətbiq olunur. Ümumiyyətcə Fred Lever hücumu nədir? Birinci onu göstərdim. Deməli çox futbol ola bilər, pozisiyanı bilsinlər, sadəcə adını ola bilsin ilk dəfə eşidirsiniz. Deməli burada E4, E5, at F3, at C6. Deməli burada fil C4 gedişindən sonra biz oynayırıq burada at F6 və E4-dəki ağların piyadasına hücum edirik. Deməli burada ağlar oynayır at G5. At G5 elə Fred Lever hücum olur. Burada deməli F7-dəki piyadaya hücum edirlər ağlar və atdan götürüb iki qat zərbə ilə həm vəzirə, həm də ki topa hücum etmək istəyirlər. Deməli burada elə bu debyuta qarşı Fred Lever hücumuna qarşı Traxler kontratakası oynayırıq. Burada deməli biz necə oynamalıyıq ki, burada qalib gələk. İlk gedişimiz fil C5. Fil C5 oynadıqdan sonra biz artıq F2-dəki piyadaya hücum edirik. Baxmayaraq ki, ağlar F7-dəki piyadanı götürəcəklər. Biz burada öz filimizi qurban veririk. Ağlar götürdükdən sonra şahla F2-dəki fili biz E4-dəki piyadanı götürdükdən sonra qaralar burada oynayır. Deməli E1. Şah E1 oynadıqdan sonra biz çıxırıq vəzir H4-dən şah veririk. Burada əgər F1-ə gəlsə, əlbəttə ki, burada vəzirlə mat edirik. Yox, əgər gəlməsə, oynasa piyada ilə G3, biz vururuq bu piyadanı. Çünki əgər götürsələr, biz də belə götürəcəyik. Burada deməli şahdan sonra, şah hücumdan sonra E2-yə qaçır axşa. Şah E2 gedişindən sonra biz burada artıq oynaya bilərik. Deməli at D4, at D4 oynadıqdan sonra şah ya F2-yə və yaxud da ki E3-ə gəlməlidir. Gəldikdən sonra da biz burada vəziri götürürük. Və əgər ağlar uduzduqlarını qəbul etməsə, yəni oyuna davam eləsələr, götürsələr H8-dəki topu, biz deməli F3-dən belə bir mat qoyuruq. Deməli buna görə də Traxler debyutunu istifadə edə bilərsiniz. Traxler debyutu təzə şahmatçılara yarayacaq bir kontra debyutdur. Ona görə istifadə edə bilərsiniz. Bu dərslik bu qədər. Sağ olun. Gələn dərsləri görüşənədək.